Hər anın iki taleyi var. Ya yaşanır və keçir, ya da kadrda qalır. Təxminən 200 il əvvəl insan ikinci yolu tapdı və beləcə foto yarandı. Bir anı ilk dəfə yaddaşdan çıxarıb görüntüyə çevirən Joseph Nicephore Niepce bu kadrı əldə etmək üçün saatlarla gözləməli oldu. Amma o bilmirdi ki, inqilab yaradacaq. Başlanğıc sonradan təkcə xatirələri, anı saxlamağı yox, həm də baş verən hadisələri də sənədləşdirəcək. Müharibələr, faciələr, aclıq, etirazlar və qələbələr. Fotonu şəxsi xatirə olmaqdan çıxarıb onu ictimai şuura yön verən və gedişata təsir göstərən fakta sənədə çevirdi. Foto, bir foto dünyanı dəyişilməz, amma foto insanların baxışını dəyişir. Və o insanlar ki, baxışları dəyişilibdir, onlar dünyanı dəyişilirlər. Ona görə dəyişiklikdə foto çox əsəri vardı. 200 il, bu il fotonun 200-cü ilidir. Bu baxanda görürsünüz ki, nə qədər fotolar ədalətə bais olublar. Elə faktlar göstəriblər, elə mövzular göstəriblər ki, çox ədalət olubdur. Bir əsgərin kadrında qələbənin nəfəsi görünür. Bir neçə nəsil isə öz evindən, öz yurdundan didərgin salınır. Bir insan aclığın içindədir. Bir insan tankın qarşısında dayanır. Bir uşaq müharibənin içindən qaçır. Düzdür, insanların rəngləri fərqlidir. İnsanların boyu fərqli ola bilər, insanların dinləri fərqli ola bilər. Amma bunlar hamısı əslində insandırlar. Və bunu göstərmək lazımdır. Necə ki, siz məsələn hesab edin ki, belə müharibələrdə, dünyanın çox çətin vaxtlarında mən olmuşam və mən görmüşəm ki, fərq eləmir, Azərbaycan olsun, Amerikanı olsun, Avropalı olsun, Əfqanistan olsun, Afrikalı olsun, bir ana oğlunu itirəndə eyni səsilə ağlayır. Fərq eləmir. Ya insanlar nə qədər rəngləri fərq edir olsun, yaralı olanda qan eyni rənginə gəlir insanlarda. Və bu insanlıqların mənə köküdür. Yəni, kökdə hamı birdir. Foto nə qədər güclüdürsə, onun yaratdığı etik suallar da bir o qədər ağırdır. İnsan əzabını göstərmək üçün nə qədər yaxınlaşmaq olar və hansı anda kamera şahid deyil də müdaxilə edən tərəfə çevrilməlidir. Mən onlara sərhəd qoymuram. Necə yəni? Sən faktı çatdırmaq üçün, yəni o hadisəni çatdırmaq üçün hansı etik sərhəddən gedir söhbət? İnsanlar güllələnib, yerdə qan, hər yerdə qan var. Və mənə deyirlər ki, yox, sən bu səhnəni verə bilməsən. Bəs mən necə verim səhnəni ki, bu amansızlığı mən çatdırım öz izləyicilərimə, necə çatdırım? Yəni, orada mən sərhəd qoymuram. Orada sərhəd qoysaq, onda bu fotoqrafiya sənəti, onda heç nə öldü. Yəni, o bir tərəfli inkişaf edəcək. Hadisə inkişaf edir, sən bunu çəkməlisən. Sonra deyəcəksən, bağışlayın, bu səhnəni təzədən təkrar eləyin. Tarixi hadisələri təkrar eləmək mümkün deyil. Onlar öz axını ilə gedir. Bugün foto tarixinin başqa bir mərhələsində görüntünün heç vaxt olmadığı qədər çoxaldığı, hətta heç vaxt baş verməyən hadisənin real görüntü kimi təqdim olunduğu dövründəyik. 2 əsr əvvəl insan həqiqəti görüntüyə çevirməyi öyrənmişdi, indi isə görüntünün həqiqətini axtarır. Düzdür, indi süni intellektlə heç vaxt olmayan, baş verməyən bir hadisəni elə çəkmək olur ki, adamın gözü aldanır. Gələcəkdə insanlar nəyə inanacaqlar? İnsanlar artıq şəklin özünə yox, onun kimin paylaşdığına inanacaqlar. Yəni, şəkli çəkən fotoqrafın mənbəyin adı və yaxud da dürüstlüyü ön plana çıxacaq. Texnoloji olaraq da fotolara xüsusi rəqəmsal imzalar gələcək, bunun üzərində artıq işlər gedir, pasport kimi, belə düşünək. Kadrın telefonla, kamera ilə həqiqətən çəkilib-çəkilmədiyini, dəyişdirilib-dəyişdirilmədiyini təsdiq edən kodlar olacaq.
Qısa olaraq onu deyə bilərəm ki, süni intellekt şəkil yarada bilər, amma o şəklin duyğusu, hissi, vicdanı ola bilməz. Ölkəmizdə 165, dünyada isə 2 əsrə yaxın yaşı olan fotoqrafiyanın tarix qarşısında ən böyük məsuliyyəti, ən böyük sınağı da məhz elə rəqəmsal dövrdə başladı. Məsələ yalnız kadrı çəkməkdə deyil, həqiqəti həmin kadrda qorumaqdır. Ona görə bugün fotoqrafın işi yalnız düyməni basmaq deyil, gördüyünü qorumaq, göstərdiyinin məsuliyyətini daşımaq və ən əsası görüntü ilə həqiqət arasındakı sərhəddi itirməməkdir. Çünki bəzi kadrlar sadəcə tarixə baxmır, tarixin özünə çevrilir.